77-ci suala baxaq. Deməli burada da Venili birinci kvadrata yüksəldək. 1 minus x bərabərdir 1 minus 2 kökdə x plus x-ə. X-lər xoş getdi. Mənfi 1 minus x bərabərdir 1 minus 2 kökdə x oldu. Hər tərəfi mənfiyə vuraq. 2 kökdə x çıx 1 alaq. Yenə də kvadrata yüksəldək. Görə bizə nə alacaq da burada. Deməli 1 minus x bərabərdir 4x çıxılsın 4 kök altda x plus 1'ə yenə 1'lər getdilər buradan. Oldu nə? Mənfi 5x bərabərdir 4 kök altda x-ə. Mənfi 4 kök altda x-ə. Hər tərəfdə mənfiləri atsaq və kök altda x-ə bölsək. 5 kök altda x 4'ə. Kökdə x bərabərdir 4 böl 5'ə. X də nəyə bərabərdir? 16 bölünsün 25'ə cavab D variantı. 79-cu sualda eyni tip sualdır. Kvadrata yüksəldirik. 4 minus 4 kök altında 2 plus x plus 2 plus x'ə. İkilər getdilər. 100% ikilər gedir. Demək belə olur da. Mənfi 2x minus 4 bərabərdir. Mənfi 4 kök altında 2 plus x'ə. Sonra nə edirəm? Hər tərəfi mənfiyə vururam. 2x plus 4 bərabərdir 4 kök altında 2 plus x'ə. Hər tərəfini 2'yə bölürəm. X plus 2 bərabərdir 2 kök altında 2 plus x'ə. T ilə əvəz edib yaza bilərəm. Mən kvadrata yüksəldirəm yenə. X kvadratı plus 4x plus 4 bərabərdir 4 vurulsun 2 plus x'ə. X kvadratı plus 4x plus 4 tam başa düşmək üçün yazıram. 1 yazıram. 4x'ə. X kvadrat 4x'lər də getdi. X kvadratı bərabər 8'dən 4 çıxanda 4'ə. Nəyin kvadrat 4 verir? Plus minus 2'nin. Amma görək hələ. Plus minus hər ikisi ödül ödəmir. Mənfi 2 ödülmü? Mənfi 2, 4, 2. Mənfi 2 ödəmir ki. Yalnız 2 ödür də. Kökləri demir. Yalnız 2 ödəyəcək. Düzdür? 2 çünki 2 qoyanda 0, 2 qoyanda 4. Bəli, 2 ödədi. Mənfi 2 ödədi mi? Mənfi 2 4, 2 çıxır. Mənfi 2 qoyanda 0, 2 çıxır. Mənfi 2 cavab 0 B variantı. Mənfi 2-nin 2 cəmidə 0 verir bizdə. Fikir verdiyiniz kimi. Sonra 81-ci sualda deməli modulu bir dəfə olduğu kimi yazırıq. Bir dəfə də əksinə yazırıq. Olur belə. Mənfi x bərabərdir mənfi 1'ə, x bərabərdir 1'ə, bu birinci tənliyin əlli. Mənfi 3x bərabərdir mənfi 13'ə. 81-ci sualda. X də bərabərdir 13 bölü 3'ə. 1 ilə 13 bölü 3. Cavab D variantı. 83-cü sualda. Uşaqlar, 83-cü sualda surətə dəyməyin. Məxrəc x plus 2'nin kvadratına açış deyilmi? Bəli. Mən bunu elə modulda x plus 2 kimi yaza bilərəm. Cüt dərəcəni. Bəli, yaza bilərik. Deməli, bunlar getdilər. Bir-birini aparırlar. Çünki eyni şeydirlər. Və burada deməli 1 plus kök altında 5 minus x'in kvadratı bərabərdir 2'yə. Kök altında 5 minus x'in kvadratı bərabərdir 1'ə. Kvadrata yüksəldirəm. Mənfi x kvadratı bərabərdir mənfi 4'ə. X bərabərdir x kvadrat 4'ə. X də bərabərdir plusu minusu 2'yə. Mənfi müsbət 2. İndi görək elə hansı ödəyir? Mənfi 2 ödəyir yoxsa müsbət 2 ödəyir? Deməli, mənfi 2 qoyanda mənfi 2 qoyanda olmaz. Cavab 2'dir. Mənfi 2 qoyanda məxrəc 0 verir, fikir verirsinizsə. Ona görə məxrəc 0 olmaz axı. Ona görə ödəmədi. Ödəmədiyi üçün nə oldu? Cavab 2 oldu. Qutardı getdi. 85-ci sualda bir dəfə modulu olduğu kimi açılır. Yəni 1'dən böyük kimi açıram. 3x minus plus 3 olacaq. Plus 3 bərabərdir 0'a. X kvadratı çıx 5x plus 6. Bunu həll edirəm. 5 ilə 6 3 və 2'də düz demirəmmi? Bəli. İkinci dəfə isə modulu mənfi kimi açanda elə bir plus 3 bərabər indi açıram bunu. Baxın. Mənfi kimi açanda olacaq. Plus 3x çıx 3 plus 3 bərabərdir 0'a. 3'lər xoş getdi. X kvadrat plus x bərabərdir 0'a. X çölə çıxardanda x plus 1 bərabərdir 0'a. X'imiz olur 0. X'imiz olur mənfi 1. Gözləyək indi. Kökləri cəmini istəyir bizdən. 0, mənfi 1. Bir dənə almışdıq. 3, 2, 5, 4. Cavab C variantı olmuş oldu. Deməli, böyle kökləri hasilini tapın. Müəllim, bir dəfə 2 minus 3x kvadratı kimi açaq. Bir dəfə də 3x kvadratı çıx 2 kimi açaq. Qəşəng. Birinci tənliyi həll edirəm. Bax, birincidir, bu ikincidir. Birinci tənlidə isə 4x kvadratı bərabərdir 2'yə. X'in kvadratı bərabərdir 2'də 1'ə.
X də bərabərdir plus minus 2-də 1. Bu düz. İkinci tənədə də mənfi 2x kvadratı bərabərdir mənfi 2-yə. X kvadratı 1-ə. X də bərabərdir plus minus 1-ə. Hamısına sonsuz cavab neçəyəcək? Deməli, 1 qoysaq ödəyəcək. Mənfi 1 qoysaq yenə ödəyəcək. 2-də 1 qoysaq 4-də 1, 3-də 4. 3 deməli mən 2-də 1 qoyuram yerinə. X-i 2-də 1 qoyub yoxlayıram. 2-də 1 qoyun 4-də 1. 4'te 3, 4'te 1, 4'te 1, 4'te 1 ödedi. Hər ikisi ödəyəcək. Hamısı ödəyəcək. Cavab da olacaq. Deməli, müsbət 2'də 1. B variantı olmuş olacaq. 89-cu sualda. Bu çox qəşəng sualdır. Burada diqqət ol. 4'ü çölə çıxardıb 1 plus 1 bölüm yazıram. 9'u çölə çıxardıb 1 plus 1 bölüm yazıram. 25'i çölə çıxardıb 1 plus 1 bölünsün m yazıram. Bərabər edirəm 0'a. 2 çıxır buradan. 1 plus 1 bölüm. 3 çıxır. 1 plus 1 bölüm. 5 çıxır. 1 plus 1 bölək m bərabərdir 0'a. 10 kök altında 1 plus 1 bölək m bərabərdir 0'a. Üzrəmiz 0 nədir? 30'a. 30'a. 1 plus 1 bölək m 30'u ona böləndə 3'ə. Kvadrata yüksəltsək 9'a. 8'ə. M'imizdə 8'də 1'ə bərabərdir. Çox bir şey oldu. Burada diqqətli olasınız. 91-ci sualda. Uşaqlar, kök altında x kvadratı plus 11-ən yaxşı bir dənə t deyək. Olur t kvadratı plus x, deməli x kvadratı plus 11 kök altında t isə x kvadratı plus 11 t kvadratı olur. T kvadratı plus t çıx 42 bərabərdir 0'a. Mənfi 7 və 6. Mənfi 7 olmaz çünki kök altı ifadə mənfi bərabər ola bilməz. Olacaq x kvadratı plus 11 bərabərdir 6'ya. Kvadrata yüksəltsək 36'ya, 25'ə, plus minus 5'ə. Kökləri cəmimizdə 0. Plus minus 5. Tutar getdi. 93-cü sualda təkcə 0'a bərabər eləyirəm. X minus 1 bərabərdir 0'a, x bərabərdir 1'ə. Bir də x'in, bayaq buna misal elədik. X 2'də 4 plus 27 bərabərdir 0'a. Yəni x'in kvadratı eləyir bu. X'in kvadratı bərabərdir mənfi 27'yə. Bu boş kökdür, boşdur bu. Yalnız 1 qiyməti. Hə, üzr istəyirəm. Burada x də varmış. X'in üstü 2'də 6 eləyəcək. X'in kubu bərabərdir. Bir də belə olacaq. X'in kubu bərabərdir mənfi 27'yə. X bərabərdir mənfi 3'ə. Yenə də ödəməyəcək. Niyə müəllim ödəməyəcək? Çünki mənfi ədədin kəsr üssü qüvvətinə baxmırıq, ona görə ödəməyəcək. Yalnız ödədiyi nə olacaq? 1. 95-ci sualda. Şurada 95'i həll eləmirik. Promet cavab deyir ki, burada cavab nə olacaq? Bax, fikir verir. Aləm dəyib bir-birinə. Burada yalnız və yalnız deməli 3 ödəyəcək səhv eləməsəm. 3 ödəməlidir. Qalan heç bir qiyməti ödəməyir. Görə düz mi dedim, səhv mi dedim? Niyə belə deyirəm uşaqlar? Çünki x bərabərdir 5 qoysam aşağıda ödəməyəcək. Aşağıda ödəməyəcək də, düzdür? X bərabərdir 3'dən 5 çıxanda mənfi olur. X bərabərdir 3 qoysam 3 ödəyəcək də, 3 ödəyir. 3 qoyanda amma ödəyir. Necə ödəyir? 5 qoyanda ödəmir. 3 minus x də mənfi olur. Amma 5 qoyanda ödəyəcək. 5 x-ni 5 üstdən bu ödəməyəcək. 3 qoyanda ödəyəcək. 3 qoyanda ödəyəcək 2 kök altında 2. 3 qoyanda bunlar getdi 0. Bölünsün kökdə 2 olacaq. Məxrəcdə tap cavab da 2 vermiş olacaq. Burada diqqətli olasın. Bu sırf məntiq sualdır. 97'də tək, yox, hər tərəfdən x minus 1'i ixtisar edirik. Amma diqqətli olaq. İxtisar edəndə kökün 1'i itməsin deyə həmin ixtisar etdiyimiz hissəni 0'a bərabər edib x-i 1 tapırıq. Hər tərəfdən x minus 1 tuladıq getdi. Sonra x kvadratı minus x minus 6 oldu kök altında bərabərdir 6'ya. Kvadrata yüksəldirəm. Çıx 6 bərabərdir 36'ya. Atıram bu tərəfə. 42 bərabərdir 0'a. 7 və mənfi 6 olacaq. Deməli 7 və mənfi 6 olur. Həqiqi köklərinin cəmini istəyir. Üstəsində 7'dir, mənfi 6'dır, 1'dir. Cavab neçə olacaq? 2. Cəmi istəyirsə 7 mənfi 6, 1 bir də hamısının cəmi 2 vermiş olacaq. 99'da da x kvadratı çıxartmış 4'ü 0'a bərabər eləyir. Bu tənliyi ancaq bu bölmə ancaq 0'a bərabər olmağı ilə məşhur oldu. X bərabərdir plus minus 8'ə diqqətli olaq. X kvadratı plus 3x çıx 70
bərabərdirsə, burada da mənfi 10 və 7-li kökləri. İndi diqqətli olaq da. Görək hələ hamısı ödür, ödəmir. Mənfi 10 ilə 7 100% ödəyəcək, bu heç. Görək, məsələn, 8 və mənfi 8 ödür, ödəmir, kök altında ödür, ödəmir. 8 qoyanda kök altında 64 üstə 24 ödəyəcək, müsbət olur. Mənfi 8 qoyanda isə 64 çıx 24, çıx mənfi 8 ödəməyəcək. Deməli, x bərabərdir mənfi 8 olmayacaq. Deməli, bir kökümüzdə 8, mənfi 10, 7-dir. Cəmi nə verəcək? 5 verəcək. 101-ci sualda, 101-də. 101-ci sualda olacaq nə? Belə deyir, onda 1 minus kök altında 1 minus kökdə x-ə bir dənə t deyiləm aşağıda. Diqqətli olaq. Olacaq 1 plus t vurulsun t bərabərdir t kvadratına. Sağ tərəfimiz olacaq t kvadratı. Olacaq 1 plus t kvadratı bərabərdir t kvadratına. Aha, sola baxsan. Bunda belə də həlli olmur axı. T kvadratı belə də həlli olur mu? Olmur axı. 1 plus t vurulsun t. Tamam. Onu belə eləyək. Vurub açaq. Kök altında 1 minus kökdə x-i 1'ə vurdum. Özünə vuranda kökdə x çıxacaq. Bərabərdir 1 minus kökdə x-ə. Bu 100% 1'lər getdi. Kökdə x-lər getdi. Kök altında 1 minus kökdə x-imiz 0'a bərabər oldu. 1 minus kökdə x-imiz 0'a bərabər oldu. Mənfi 1'ə bərabər oldu. Yalnız 1 qiymətində ödəmiş oldu. Qəşəng solda. 100 üstdən x-i çölə çıxardım. x minus 10 yazıram. Kök altında 13 minus x yazıram. Bərabər oldu. X vurulsun. Cəmi 10 ilə 11. X minus 10 yazıram. X minus 1 yazıram. Sonra nəyə baxırıq biz burada? Deməli, hər tərəfdən x-i və x minus 10'u yox edirik. Amma bir şərtdən ki, köklər itməsin deyə x-i bir dəfə 0'a, bir dəfə də x minus 10'u 0'a bərabər eləyəndə 10 olur. 2 dənə kökümüz hazırdır bizim. Yerdə qaldı kökdə 13 minus x bərabərdir x minus 1'ə. Kvadrata yüksəldirəm. X kvadratı çıx 2x plus 1'ə. X kvadratı çıx x çıx 12 bərabərdir 0'a. 4 və mənfi 3 oldu. 4 və mənfi 3. Görə elə hər köklər cəmini tapın. 0, 10, 4 ilə mənfi 3. İnşallah səhv sorunu aparmırıq. Cəmi də 11 verəcək. 11 vermiş olacaq. Tərdid etdi. Sonra gəldik. Hələ sorularımız var. Maşallah da var. 105. Tənin üst kökü var. Tamam. Tənin üst kökü varsa belə eləyək də. Qısa həll yol deyirəm. Burada modula filan baxıb eləmirik. 3 kökü var deyirsə, hasil 0'a bərabər olanda, yəni c'miz 0 olanda, c'nin yerinə dayanıb 2 minus p. 2 minus p'nin 0'a bərabərində p'miz olur 2. P'nin 2 qiymətində. Mənim 106'da da eyni şeydir. Bəli. M minus 3 bərabərdir 0'a. M'miz olur 3 qiymətində. Cavab budur. 107'də 3 kökü var. Yenə də eyni şeydir mi? Bəli müəllim. M kvadratı çıx 10m plus 24. C'nin yerində duranı 0'a bərabər eləyirik. Deməli, hansı qiymətində? Gəl baxaq. 6 və 4 də düzdür. Görək, diqqətli olun ha. İndi görək elə bunlar kökləri cəmini də 0'a çevirməsin də. Köklərin hasili 0 olsun. 6 və 4 qiymətində bunlar gedəcəklər. Olacaq x kvadratı. Baxaq, bura baxın bir dənə. Aparıb cəmini yerinə qoyuram. 6 qoyanda 36 4 eləyir. 4 modul x bərabərdir 0'a. 4 qoyanda isə 26 2 x kvadratı plus 2. Burada x bərabərdir 0'a. Düz mü dedik görək. 6 və 4 qiymətində. Bəs x-ə 3 kökü olacaq. Bəli, 100% belə olmalıdır. Deməli, baxın burada. Deməli, olacaq burada. X kvadratı plus 4x bərabərdir 0'a. 1'i olduğu kimi açdım. Bir dəfə də çıx 4x kimi açıram. Bir kökü olur 0, bir kökü olur mənfi 4, bir kökü olur 4. İndi gözləyin. Bir dəfə də 2 qoyanda, deməli bir dəfə olacaq 0, 2, bir dəfə də mənfi 2. Gözləyin. Köklərin sayı çoxaldı. Deməli 2, 3, 4, 5 dənə oldu. Amma bizə 3 dənə kök lazım. Görək nələr ödəməyəcək. 2 də ödəmir. Gözləyin. 2 ödəmir. Deyən niyə? Axı burada təkcə 6 ilə 4 deyil. 12 ilə 2 də ödəmir axı. Baxa da m kvadrat çıx 10 plus 24-də şeylər onlar da ödəmir axı. Qəşəng. Deməli 2 ilə mənfi 2-ni atacaq gedəcək.
Yani yalnız 4. M'in yalnız nə qiymətində oldu? 6 ilə 4. 6 ilə 4-ə baxmırıq. Onda çox olur. 12 ilə 2 olacaq. M'in 12 qiymətində olacaq. M'in 12 qiymətində olmuş olacaq. 6 ilə 4-də çox olur. M'in 12 qiymətində. 109-da x kvadratı. Bu nəyin kvadratıdır? X kvadrat 9 plus 18. Nəyin açılışı deyil ki? Xeyri, sən açılışı deyil. Onu da yazaq da. 9 2. Amma bunu vuruqlara ayıra bilərik də. X minus 6, x minus 3. Elə ayıraq da görə bizə nəsə verəcək, verməyəcək. Bunun kvadratı bərabərdir. Modulu bir dəfə olduğu kimi atsaq, yəni x minus 5-i müsbət kimi atsaq, 1 minus 1 sıfıra bərabər olacaq. Bu ifadəmiz sıfıra bərabər olacaq. Olacaq. Təkcə sıfıra bərabər eləyəcək. X'imiz 6 ilə neçə olacaq? 3 olacaq. Düzdürmü? X minus 5'i olduğu kimi atsaq. Bu düz. Bir dəfə də x minus 5'i mənfi kimi atsaq. Mənfi kimi atsaq olacaq. Mənfi x minus 5 bölünsün x minus 5 minus 1. Bunlar gedəcək. Cavab olacaq mənfi 2. Uşaqlar, nəyinsə kvadratı mənfi 2 bərabər ola bilər? Xeyr. Buna heç baxmırıq. Cavab elə 6 ilə 3 olacaq. Qutardı getdi. 6 ilə 3 olmuş oldu. Çox qəşəng sorulmuş bu da. 111'ə baxaq. 111'də Olsa x kvadrat plus 3 həmişə müsbətdir. O ikinci modulumuz həmişə müsbətdir. Ona baxmırıq. Ben modul x plus 3 yazıram. Buna modula ehtiyac yoxdur. Onsuz da həmişə müsbətdir. Modul x plus köşkə 8x plus 6. Deməli bizim onsuz da bu modulumuzda olduğu kimi açacaq. Niyə olduğu kimi? Çünki x heç vaxt mənfi verə bilməliyik. Düzdür? Deməli olduğu kimi açacaq. X plus 3 plus x'in kvadratı plus 3 plus 2 plus 2 kökdə 2x yazıram 8'i plus 6'ya. Həqiqi kökləri cəmini tapaq da. Deməli x kvadratı bu x'lar getmədi, yox getmədi. Gedir, bərabərdir değil bu. X'lar getdi, çıxılsın 2 kökdə 2x, 6'lar da gedir, bərabərdir 0'a. Bizə kökləri cəmi istəmirik. 2 kökdə 2 olacaq da. Hər köklər cəmi 2 kökdə 2 olacaq. Bu şey sualdır. 113-cü sualda bir dəfə müsbət kimi yazsaq, bax, müsbət kimi yazsanda, yəni x böyükdür 0 olanda plus 16. Kökləri nə ilə nə verir? 8, 2 verir mi? 8 və 2. Birə A variantı. Köklərin ətərlərdə bir də Y variantı uyğun gəlir. Mənfi kimi yazsanda, yəni x kiçikdir 0 olanda isə x kvadratı plus 12 plus 16 verir. Bərabər sıra mənfi 8 və mənfi 2 verir kökləri. D variantı, x D variantı 2'ye D 3'te. X 0 olanda ise kökləri doğru edilməmiş olunur. C variantı. A, Y, D, C. B'ye baxaq. Xeyr, belə köklərimiz yoxdur. Qutardı getdi. 115'e də baxaq. 115'də x plus 2 bərabərdir. 4'dən 5 çıxanda 1 olur birincində. Mənfi 1 olur. Bunun həlli yoxdur. Həlli kökü yoxdur. 1'ə B variantı. 2'də şöyle kök altı ifadə ilə 2x plus 1'in kvadratına açılışı değil mi? Bəli. Bərabərdir 2x plus 1'ə. Buradan modulda 2x plus 1 çıxır mı? Bəli. Bərabərdir 2x plus 1'ə. Baxın. Deməli bir dəfə olduğu kimi yazırıq. 2x plus 1. Bir dəfə də 2x plus 1'i 1 minus 2x kimi yazırıq. 4x bərabərdir 0'a. X bərabərdir 0'a. Biri 0'dır. Biri 0'dır. Biri də nə versən ödəyir. Son sayıda həlli var. 2A variantı. Bir də tənliyin kökləri cəmi 0 verir. Çünki əksərlərdə kökləri cəmi hər şey ödəyir. Toplayanda 0 verir mi? Bəli verir. Y-də ödəyir. Üçüncündə təkcə 0'a bərabər etsək bir kökü mənfi 5'dir. 16 minus x kvadratda bərabərdir 0'a. X kvadratı bərabərdir 16'ya. X bərabərdir plus minus 4'ə. Plus minus 4 böyük kök 4'dür. 5 ödəməyəcək. Mənfi 5 ödəməyəcək. Çünki aparıb kökdə yerinə qoyanda kök altı ifadə ödəmir. Mənfi alır. Ən kökü 4 olur. D variantı. C'yə baxaq. Xeyr, bu ödəmədi. 117'ye baxaq. Bizə əslində A-nı verib bizə x kvadratı plus bx plus c şəklində verib. Bərabərdir 0'a deyil. Belə bir şey. Deməli köklərimiz 5 ilə 3 deyil. Cəmi mənfi 8 olacaq. Hasili neçə olacaq? 15 olacaq. Bu B ilə C asandır. B'miz mənfi 8. C'miz də neçə oldu? 15 olmuş oldu. Bu asandır. İndi biz gələk B'yə.
Deməli B-də də əslində kökləri verib, 3-dən 7 verməyib köklərini. 3-dən 7 veribsə aparıb bir dəfə x-in yerinə 3 yazacağıq. Bir dəfə nə yazacağıq? 7 yazacağıq. Bir dəfə yazacağıq 3 minus n bərabərdir n-ə. 7 minus n bərabərdir n-ə. Və bunları bərabər edəməliyik bir-birinə. Tamam mı? Bir-birinə bərabər edəcəyik bunları. Deməli 3 minus n bərabərdir 7 minus n modulda mı olacaq? Bunlar modulda olacaqlar. Sonra gedirik nəyə? Bir dəfə olduğu kimi açaq 7 minus n, bir dəfə də əksini açaq. Burada gedirlər bu heç. Mənfi 2n bərabərdir mənfi 10-a, n-imiz olur 5. N-imiz 5-dirsə, apar bir yerinə qoyur da qardaş. N-imiz olur 2. N-imiz də olacaq 2. Yəni aparıb bu tənlikdə n-in yerinə 5 qoyanda, n-i moduldan çıxardanda n-i 2 alırıq, almırıq? Alırıq da n-i 2. Gördü getdi. Deməli nə olacaq burada? Hamısını tapdıq da. Nə istəyir bizdən? B plus C, B ilə C-nin cəmi 7. Deməli 7 üstəyəsin m-in 10. Cavab olacaq 17 olmuş olacaq. 119'da. Deməli bizə baxın. Həqiqi kökü yoxdursa m-imiz sıfırdan kiçik olanda həqiqi kökü olmur. Bax birinci şey budur. M-imiz sıfırdan kiçik olanda modul mənfi bərabər olanmaz, düzdür. 2 həqiqi kökü var. X var çıx 9. M-imiz nə olsa 2 həqiqi kökü olacaq. İnşallah əlbəttə ki, gəl belə baxaq da. Elə bir dəfə məsələn 5-ə bərabər eləsəm, bax m-i yeni 5 qoysam, bir dəfə olacaq, bir dəfə 5-ə bərabər eləyəcək, bir dəfə də nəyə bərabər eləyəcək? M-i yeni 5 qoyanda, bir dəfə də mənfi 5-ə bərabər eləməyəcək. Onda olacaq x kvadratı çıx, o bərabərdir 14-ə, x kvadratı bərabərdir 4-ə. Bax, 4 dənə kökü oldu. Neçədən deyil? 3 dənə kök olsun. 3 dənə kök deyirsə, uşaqlar özünə bərabər olmalıdır. M, buradakı ifadə və buradakı ədədin sərbəstliyin özünə bərabər olur. Bərabərdir 9 yazıram. X kvadratı bərabərdir. Deməli, bir dəfə belə, bir dəfə də mənfi 9 kimi açıq. M yerinə 9 yazdıq. 3 kökü olsun deyəndə. Demək olacaq belə. X kvadratı bərabərdir 18-ə, x kvadratı bərabərdir 0-a. Bir kökü bu. 2-nin kökü buradan gəlirmi? 3-dən kök oldu mu? Bəli. M-in 9 qiymətində. 2-nin cavabı M bərabərdir 9-da. Sonra da üçüncündə deyir ki bizə 3 müxtəlif həqiqi kökü var deyirsə, 3 müxtəlif həqiqi kökü var. Tamam, gəl indi 3-ə baxaq. Biz bir dənə şey diqqət edək. Deməli, x kvadratı çıx 9. 3 müxtəlif kökü olanda, məncə 9-dan, m-imiz 9-dan böyük olan halında 3 dənə kökü olmuş olacaq. Məsələn, bərabərdir 10 yazıram. X kvadratı çıx 9 bərabərdir bir dəfə 10-a. X kvadratı çıx 9 bərabərdir mənfi 10-a yazaq. Çünki burada alınacaq, almayacaq. Biri 19-dur, mənfi 1-dir. Yox, özünə böyük olanda 2 dənə kökü olur. Özünə böyük olanda 2 dənə kökü olur. Deməli, 0-a bərabər eləyək. 0 ilə 9 arası olduqda. Mən əsnəf yazmadım. Mən əsnəf yazdım. 119'da n bərabərdir 0 olanda 2 kökü olur. 9 olanda olmaz. Ya 0 olanda bir dəqiqə 2 həqiqi kökü var. X kvadratı çıx 9 bərabərdir 0-a. X kvadratı bərabərdir 9-a. Hə, 0-a bərabər olanda. 0-a bərabər olanda. Bunu səhv demişəm. Bir dəqiqə gözləyək. Bu m-imiz 0 onda 2 həqiqi kökü olur. Üçüncündə. Yox, dördüncündə. 4-cü asanatda 4 həqiqi kökü olanda bizim ədədimiz 9-dan kiçik. M-imiz müsbət olmalıdır axı. Mənfi çıxılmaz axı. M-imiz 0 ilə 9 arası olduqda 4 həqiqi kökü olur. İnanmırsınız yoxlayaq. 0-4 arası hər hansı bir ədəd götürürəm. X kvadratı çıx 9 bərabərdir. Məsələn 5-ə bayaq bunu göstərmişdim. Bir dəfə 5-ə bərabər eləyirik. Bir dəfə mənfi 5-ə bərabər eləyirik. Olur 14. 2 kök buradan gələcək plus minus. 4, 2-dən kök 4 dənə kök oldu. Deməli 4-cünü tapdıq ki nə? 0 ilə 9 arası. 3 müxtəlif kök olanda isə özünə bərabər olanda olacaq. Bax bu. Özünə bərabər olanda olacaq. Yəni 9-un özünə bərabər olanda olacaq. X kvadratı çıx 9 bərabərdir 9-a. Bir dəfə mənfi kimi, bir müsbət kimi. Bir kökü 0 olacaq. Bir kökdə plus minus nə bilim nə olacaq. Plus minus nə kökdə isə olacaq. Yəni 3 dənə kök olmuş olacaq. Bu qədər, sağ olun.